Milli mətbəximizdən olan yarpaq dolması hazırlayacağıq. İlk növbədə yayda qış üçün tədarük gördüyümüz üzüm yarpaqlarımızı qaynar suda isladırıq. Yarpağımızın üzərinə qaynar suyu töküb keçirik ətimizi hazırlamağa. Mən toyuq ətindən hazırladım yarpaq dolmasını. 1 kilo ətə duz, istiot, 2 baş soğan, 1 orta boy kartof, 1 stəkan yumru düyüb, bir də yumurta qatdım. Mən 2 xörək qaşığı un da əlavə etdim. Göy vurmamışam. Evdə göy olsa göy də vura bilərsiniz. Bu əti daha da dadlı edir. Yaxşıca yoğururuq və keçirik artıq yarpaqlarımızı bükməyə. Mən bugün 2 qaydada yarpaq bükəcəm. Uzunsov formada və yumru formada. Təbii ki, bütün xanımlarımız yarpaq dolmasını bükməyi bilir. Amma səhvəmdə yeni ailə qurmuş və yemək bişirə bilməyən xanımlarımız varsa, onlara da fikir olsun. Hər bir şeyi detallı şəkildə videoda göstərmişəm. İlk növbədə dediyim kimi uzunsov şəkildə bükdüyüm yarpaqları göstərirəm. Sonra isə yumru bükəcəyim yarpaqları göstərirəm. Hər birinin özünə görə görünüşü var, amma dadı hər ikisinin də dadı eyni olur. Gördüyünüz kimi artıq yumru dolmalarımızı bükürük. Mən toyuq ətindən istifadə etdim. Toyuq ətindən hazırlanmış dolmalar da çox dadlı olur. Məsləhət görərdim. Onu da qeyd edeyim ki, mən ətə göy vurmadım. Siz istəsəz damaq dadınıza uyğun təzə göylərdən və quru nanədən də istifadə edə bilərsiniz. Dolmalarımızı büküb qurtardıqdan sonra keçirik qazana yerləşdirməyə. Mən qazanın altına klassik olaraq bıçaq düzmüşəm. Amma siz istəsəz çaynik atlığı setkalardan da istifadə edə bilərsiniz. Dolmalarımızın üzərinə bir cərgə yarpaq düzürəm. Bu yarpağın təbii rəngini qoruyub saxlayır və dolmaların rəngi qaralmır. Yağı isə bişənə yoxun əlavə edirəm. Gördüyünüz kimi artıq dolmalarımız hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Videomu bəyənməyi unutmayın.